A variantı 51-ci sual. Orqanizmlərin çiyin qurşağının sümüklərinin sayının artması ardıcıllığını müəyyən et. Nəzərə almaq lazımdır ki, E vitamini çiyin qurşağında yalnız kürək sümüyü vardır, yəni orada bir sümüyə rast gəlinir. İnsanın çiyin qurşağında kürək və körpücük sümükləri vardır və bütün kürək və körpücük sümüklərini nəzərə alsaq, cəmi 4 sümük vardır. Ev göyərçininin çiyin qurşağında isə 2 kürək, 2 körpücük və 2 qarğa sümüyü vardır, cəmi 6 sümük. Göl qurbağasının çiyin qurşağında 2 kürək, 2 körpücük, 2 qarğa və 1 4 sümük olduğuna görə 7 sümük aiddir bura və sıralamaya görə ən az E vitamini çiyin qurşağındadır. 1. Sonra insanda 2 deməli kürək, 2 körpücük, cəmi 4 sümük, yəni 2. Ev göyərçinində 6, 3 və göl qurbağasının çiyin qurşağında 7 sümük olduğuna görə ən çox çiyin qurşağına malik olan heyvan testə görə göl qurbağasıdır və sıralama da bu formada olacaq. Yəni 1, 2, 3, 4 düzgün cavab C bəndi.